Başlayaq birinci sualın izahını verməyə. Hansı ki, birinci sualda bizə situasiya tipli bir test tapşırığı verib ki, o dənizi tapmalıyıq və o dənizə aid olan xüsusiyyəti biz müəyyən etməliyik. Deyir, A dənizi Avropada yerləşir və bütövlükdə mülayim işıqlanma qurşağında yerləşir. Deməli, daha şimal ərazilərdə yerləşən bir dənizdir və həmin dəniz kənar dəniz hesab olunur. Və həmin dənizi Greenwich meridianı kəsir. Hazırda bu dənizin sahilləri tədricən aşağı çökür ki, bu da sahil ərazilərinin dəniz suları altında qalması təhlükəsini yaradır. Artıq biz söhbətin nədən getdiyini, hansı dənizdən getdiyini bilirik. Söhbət şimal dənizindən gedir. Xəritədən də gördüyümüz kimi 0 dərəcə meridian xətti, yəni Greenwich onu kəsir. Şimal mülayim işıqlanma qurşağında yerləşir həqiqətən də və Atlantik okeanı hövzəsinə aid olan kənar dənizdir. Mülayim dəniz iqlim tipində yerləşir, vilayətində yerləşir, düzdür. Hər dəfə dediyimiz kimi neft və qaz ehtiyatları ilə zəngindir, düzdür. Xüsusilə də Norveç, Böyük Britaniya onun neft və qaz ehtiyatlarından istifadə edir. Soyuq okean cərəyanlarının təsiri altındadır deyir. Biz xəritəyə nəzər yetirdikdə görürük ki, şimal dənizi buradadır, amma ərazisindən şimali Atlantika cərəyanı keçir ki, bu isti cərəyandır, soyuq cərəyan deyil. Deməli, 3 yanlışdır. Skandinaviya yarımadası və Böyük Britaniya adasının sahillərini yuyur. Baxaq, doğrudan da Böyük Britaniya və Skandinaviya yarımada və adalarının sahillərini yuyur. Bu da düzdür. Ona görə 1, 2, 4 bizim doğru cavabımızdır. Şimal buz okeanı yox, Atlantik hövzəsinə aiddir. Zəlzələ və müasir dalğa əmələ gəlmə zonasında deyil, kənarda yerləşir. Ona görə doğru cavab 1 də Y variantıdır. Faydalı qazıntıların şərti işarələrinə əsasən cədvəldəki doğru fikri müəyyən etməyimizi istəyir bizdən. A variantında verilən şərti işarə polimetal şərti işarəsidir. Və bu şərti işarə həm Böyük Qafqazda, həm də Kiçik Qafqazda müşahidə edilir. Bu düzdür. Bilirik ki, Balkan-Zaqatala tərəflərdə də, Kəlbəcərdə də var. Amma qarşısına yazılıb yanlış. Yanlış yazdığına görə variant A düzgün cavab ola bilməz. Respublikamızda B variantında bizə verilib gips. Gips də bilirik ki, Goranboy rayonundadır. Yatağın adı Ağcakənddir və qarşısında Hacıvəli Hökməli qeyd olunub ki, Hacıvəli Hökməli Kıvarskumu yataqları da Abşeronda yerləşir. Yəni bu yanlışdır, amma qarşısına doğru yazılıb. Bu molibdendir. Molibdenin yataqları Paraqaçay və Diyaqçaydır. Hər ikisi Ordubad ərazisində yerləşmələrinə baxmayaraq bunu düz verib. Amma burada yanlış yazması variantın səhv olmasına gətirib çıxarır. D-də mərmərin şərti işarəsi qeyd olunub. Daşkəsəndə, Şarurda, Qubada var, düzdür. Qarşısına da doğru yazıb, düzdür. Deməli, doğru cavab elə D variantı imiş. Tovuzda, Ağdağ yatağında bu siolitdir. Ona görə yəni bu düz olmasına baxmayaraq qarşısında yanlış yazdığına görə variantımız da yanlış olur. Deyir ki, Parana çayının Mississippi çayından və Kongo çayı ilə olan oxşar cəhətləri. Bilirik ki, Mississippi çayı burada yerləşir. Parana çayı burada yerləşir. Kongo isə ekvatorial iqlim qurşağında Afrika materikində yerləşir. Deyir, Parana ilə Mississippi-nin fərqli cəhəti olsun. Kongo ilə isə Parananın oxşar cəhəti olsun. Belə ki, cənub istiqamətində axmaları həm Parana çayı üçün, həm də Mississippi çayı üçün ortaq cəhətdir. Bu A variantı onlar üçün fərqli cəhət deyil. Ona görə mən A variantını silirəm, çünki fərqli cəhət deyil onlar üçün. Mənsəbində estuari yaranmışdır. Bilirik ki, Parana çayı, bəli, həqiqətən də estuaridir. Amma Mississippi çayı mənsəbi deltadır və həmçinin də Kongo çayı da estuari olduğuna görə, yəni həm Kongo, həm Parana estuaridir. Mississippi isə deltadır və o Parana ilə onun fərqli cəhəti, Kongo ilə isə oxşar cəhətidir. Yəni burada doğru cavab məhz B variantıdır. Eyler-Venn diaqramını tamamlayan bəndi müəyyən edin. Ədən körfəzi və İran körfəzi. Hər ikisi Ərəbistan yarımadasının sahillərini yuyur. Doğrudur. Bildiyimiz kimi Ədən körfəzi də buradadır və İran körfəzi də buradadır. Gördüyümüz kimi hər ikisi dünyanın ən böyük yarımadası olan Ərəbistan yarımadasının sahillərini yuyur. Deməli, bu düzdür. Ədən İran üçün oxşar cəhətdir. A variantı getdi. Hind okeanı hövzəsinə aiddir. Doğrudan da hər ikisi Hind okeanı hövzəsinə aiddir. Bura qeyd edirik B-ni. Hər ikisi bəli tropik işıqlanma qurşağında yerləşir.
işıqlama nədir? Tropik iqlim qurşağında yerləşir. Bəli, bu da düzgün cavabdır. Amma Günəşin üzərində zenitdə olması Ədən körfəzinə aid olsa da İran körfəzinə aid deyil. Çünki görürük ki, İran körfəzi 23,5 şimal tropik xəttindən daha şimalda yerləşir və mülayim işıqlanma qurşağına düşür. Bildiyimiz kimi mülayim işıqlanma qurşağında da Günəş zenitdə ola bilmir. Ona görə sadəcə Ədən körfəzinə aiddir. Orta duzluluğu isə bəli, hər ikisinin Baltik dənizinin orta duzluğundan daha çoxdur. Çünki tropik işıqlanma qurşağında yerləşirlər və tropik işıqlanma qurşağında da duzluluğun miqdarı daha yüksək olur. 35. 35-də deyir ki, Mərmərə dənizinin 5 litr suyunun buxarlanmasından 125 qram duz əldə etmək. Çox sadədir. Əgər 5 litrdən biz 125 qram duz ala biliriksə, bu zaman 1 litrdə nə qədər alarıq? X. Təbii ki, 5x 125-ə bərabərdirsə, x 25-ə bərabər olacaq. Doğru cavab C variantı olmalıdır. 36. Xəritə sxemə əsasən rəqəmlərə müvafiq gələn boğazları müəyyən edin. Bilirik ki, birinci boğaz Davis boğazıdır. İkinci boğaz Deməli, birinci boğaz Davis boğazıdır. İkinci boğaz Zonddur. Zond. Hansı ki, Zond Sumatra adası ilə Yava adalarını bir-birindən ayırır. Üçüncü Yeni Qviney yayla Cape York yarımadalarını bir-birindən ayıran Torresdir. Dördüncüsü isə Mozambikdir. Bildiyimiz kimi Mozambik də Afrika materiki ilə Madagaskarı bir-birindən ayıran ən uzun boğaz hesab olunurdu. Yəni doğru cavab D variantıdır. 37-də bizdən doğru cavabı müəyyən etməyimizi istəyir. Soyuq okean cərəyanlarının altında soyuq, isti okean cərəyanlarının altında isə isti okean cərəyanı, yəni qeyd olunmalıdır. Bildiyimiz kimi Kaliforniya, Peru hər ikisi də bəli soyuq okean cərəyanıdır. Gördüyümüz kimi Kaliforniya cərəyanı da soyuq okean cərəyanıdır və Peru cərəyanı da soyuq okean cərəyanıdır. Bunlar keçdikləri ərazidə arid iqlim tipi formalaşdırırlar, fiziki aşınmanın yaranmasına səbəb olurlar, düz radiasiyanın mövcudluğuna səbəb olurlar, bir növ səhra yaradırlar. Burada Peru cərəyanının Atakama səhrasını yaratması kimi. Şərqi Avstraliya cərəyanı isə xəritədən də müəyyən etdiyimiz kimi Şərqi Avstraliya cərəyanı isti cərəyan hesab olunur. Ona görə soyuq okean cərəyanlarının altında yazdığına görə 3 olan bütün variantlar yanlışdır. Deməli, bizim doğru cavabımız D-dir. Çünki Falklanddən Qərbi Avstraliya cərəyanlarını xəritədə biz müşahidə etsək, görərək ki, Qərbi Avstraliya cərəyanı soyuq cərəyandır və həmçinin də Falkland cərəyanı soyuq cərəyandır. Ona görə variantda Falkland və Qərbi Avstraliyanı silməliyik. Bayaq da göstərdik ki, Şimali Atlantika cərəyanı isti cərəyandır və düz qeyd etmiş olur. Yəni doğru cavab D variantıdır. Süveyş və Panama bərzəxləri üçün oxşar əlaməti tapmağımızı istəyir bizdən. Hansı ki, Sakit Okean və Atlantik okeanları arasında yerləşirlər deyir. Ümumiyyətlə ərazilərdə baxaq harda yerləşirlər. Deməli, Süveyş kanalı yerləşir burada ki, Hind okeanla Atlantik okeanı arasında yerləşir. Amma Panama isə Atlantiklə Sakit arasında yerləşir. Yəni, bu onlar üçün oxşar cəhət deyil. Amma hər ikisindən gəmiçilik kanalı çəkilmişdir. Cavabı doğru cavabdır. Ona görə 38-də B variantıdır. Afrika materikində yerləşirlər, yox, Panama Cənubi Amerika materikindədir. Atlantik və Hind okeanı arasında olması bu Süveyş kanalı üçün oxşardır. Yəni, sadəcə ona aiddir. Amerika qitəsində isə yerləşmə Panamaya aiddir. Ona görə doğru cavab B-dir. Baykal gölünün cədvəldə verilmiş göllərlə oxşar xüsusiyyətlərini müəyyən edin. Birinci göl Tanqanika, ikinci isə Viktoriyanı qeyd edib. Deməli, bir neçə ölkənin ərazisində yerləşməsi deyir. Bu sadəcə Tanqanikaya aid olduğuna görə birinci variant, yəni onlar üçün oxşar cəhət deyil. Biri A olan bütün variantlar gedir. Və 1-ə A olan variantları sildikdə biz görürük ki, 1-ə sadəcə B və C variantları düz qalıb. Çünki tektonik qrabendə yerləşir. Bəli, hər ikisi istər Baykal, istər Tanqanika tektonik qrabendə yerləşirlər və dərinlikləri də Xəzər dənizindən çoxdur. Belə ki, Baykalın dərinliyi dünyada ən dərin göl məhz Baykal idi və 1620 metr dərinliyə məxsusdur. Tanqanika 1470 metr dərinliyə məxsusdur. Amma Xəzər isə 1025 Lənkəran çökəkliyindəki
dərinliyə məxsusdur ki, bu onlar üçün fərqli cəhət hesab olunur. Ondan sonra Viktoriya ilə gəldikdə isə Viktoriya şirin suludur Baykal kimi. Bəli, bu düzdür. Platformanın zəif əyilmə zonasında yerləşməsi Viktoriyaya aiddir. Çünki biz dedik ki, Baykal qrabendə yerləşir. Y variantı yanlışdır. Y yanlışdır. Doğru cavabımız C'dir. Çünki bəli, hər ikisi şərq yarımkürəsində yerləşir. İstər Viktoriya, istərsə də Baykal. Hər ikisi Qrinviçdən sağda, yəni şərqdə yerləşir. 40-cı sual. A məntəqəsində havanın temperaturunun sutkalıq gedişi -4 və s. olarsa, sutkalıq temperatur amplitudunu tapın. Biz demişik ki, sutkalıq temperatur amplitudu gün ərzində ən yüksək temperaturla ən alçaq temperaturun arasında olan fərqə deyilir. Görürük ki, rəqəmlərin içərisində ən yüksək temperatur 9-a bərabərdir. Ən aşağı alçaq temperatur isə -4-dür. Bunları bir-birindən çıxdıqda 2 -1 müsbət edir və doğru cavab edir 13. Yəni doğru cavab B variantı. 41-ci test tapşırığında qeyd olunur ki, Atlantik okeanı digər 3 okeandan fərqləndirən xüsusiyyət. Belə ki, 4 yarımkürədə yerləşir. 4 yarımkürədə yerləşməsi həm Sakit okeanı üçün, həm də Atlantik okeanı üçün oxşar cəhətdir. Yəni bu onu digərlərindən fərqləndirən xüsusiyyət deyil, Sakitə də aiddir. Amma 0 dərəcəlik meridian, yəni Qrinviç meridianının və həmçinin də ekvator xəttinin kəsməsi sırf Atlantik okeana aiddir ki, bu başqa heç bir okeanda müşahidə edilməyib. Doğru cavab olacaq B variantı. Belə ki, 42-ci test tapşırığında deyir ki, cədvəldəki uyğunsuzluğu müəyyən edin. Cənubi Amerikada mülayim iqlim qurşağının Sakit okean sahilləri qərb küləklərinin təsiri altındadır deyir və bunun qarşısına qeyd edib ki, bu variant yanlış variantdır. Deməli, bu variant yanlış variantdır. Uyğunsuzluğu deyir. Amma uyğunsuz deyil. Burada doğru yazılmalıydı. Uyğunsuzluq elə A variantında qeyd olunub. Deməli, Cənubi Amerikada mülayim iqlim qurşağının Sakit okean sahillərində bəli, mülayim dəniz iqlim formalaşmışdır ki, qərb küləklərinin təsiri altındadır. Yəni A doğrudur. Avstraliya materikinin şərq sahillərinə isti okean cərəyanlarının təsiri ilə bol yağıntı düşür. Bu doğrudur, yəni düzdür və uyğunsuzluq yoxdur. Doğru cümlənin qabağında doğru yazıb. Antarktida materikinin mərkəzi ilə sahilləri arasında kəskin atmosfer təzyiq fərqi vardır. Bu da doğru yazıb. Doğrudur, yəni hər biri doğrudur. Burada bir dənə edir ki, yanlışdır. Düz deyir. Yanlış olan da ki, Avropanın qitəsinin şərq hissəsi daha rütubətli yox, əksinə qərb hissəsi daha rütubətlidir. Yanlış yazıb onda qarşısında, bəli, düz yazıb. Yəni doğru cavab 42-də A variantıdır. Ondan sonra deyir ki, xəritə sxemə əsasən yağıntıları bərabər paylanan mülayim isti iqlimi seçin. Demişik ki, yağıntıları bərabər paylanan mülayim isti iqlim Böyük Qafqaz dağlarının cənub yamacındadır, yəni 3-dədir. Şimal-şərq yamacındadır, Qusar Mali düzənliyində, yəni 4-dədir. Və Talış dağlarında orta dağ meşələri landşaftlarını əhatə edir, o da 5-dədir. Yəni 3, 4, 5 doğru cavab olacaq Y variantı. Daha sonra 44-də baxırıq. Deyir, A gölü, Noyurt və Sac. Biz demişik, onsuz da belə ibarətdir, oxumamışıq, bilirik ki, söhbət artıq Eir gölündən gedir. Çünki Eir Nord, Eir Sac göllərindən ibarətdir. Eir gölüdür. Avstraliya materikində yerləşir. Yağışlı dövrlərdə kriklər dağlardan çoxlu su getirirlər. Bilirik ki, Avstraliyada quruyan çaylara kriklər deyirlər ki, həmin çaylar yağışlı dövrlərdə bol sulu olduqlarına görə dağlardan çoxlu su gətirirlər və həmin gölün vahid bol sulu su tutara çevirirlər. Və sadəcə Avstraliyanın ərazisində yerləşir, yəni doğru cavab 44-də D variantıdır. Cədvəldə verilmiş fikirləri düzgün ardıcıllığını müəyyən edin. Alçaq dağ təzyiq qurşağında yerləşən Mərkəzi Afrikaya daha çox yağıntı düşür və yağıntılar il boyu bərabər. Bilirik ki, Mərkəzi Afrikada ekvatorial iqlim qurşağıdır. Ekvatorial iqlim qurşağında il boyu alçaq təzyiq formalaşır və alçaq təzyiqin formalaşması ilə əlaqədar olaraq il boyu da yağıntı olur. Yəni bura doğrudur. Birə doğru olmayan variantlar varsa onu silməliyik. Tropik iqlim qurşağında materiklərin qərb sahillərindəki soyuq okean cərəyanlarının tropik səhra. Bəli, tropik iqlim qurşağında materiklərin qərb sahillərində olan bəzi soyuq okean cərəyanları var ki, səhranın formalaşmasına səbəb olurlar. Bu da doğrudur.
Asiyada tropik iqlim qurşağı cənub-qərbinə olsa da, Cənub və Cənubi-Şərqi Asiya ölkələrində yoxdur. Çünki həmin ərazilərdə subekvatorial iqlim qurşağı yaranır. Yəni bu yanlışdır. Doğru, yanlış olmalıdır və görürük ki, doğru cavab A'dır. Böyük suarıcı dağlar sakit okeandan gələn rütubətli hava kütlələrinin qarşısını ala bilmədiyindən deyir. Mərkəzi ovalıqda rütubətli. Xeyr. Böyük suarıcı dağlar hündürlüyü 2228 idi və həmin dağlar sakit okeandan gələn rütubətli hava kütlələrinin qarşısını ala bilir. Və buna görə də onun şimal yamaclarına daha çox yağıntı düşür. Yəni bu yanlışdır və doğru cavab olur A variantı. Yağıntıların orta illik miqdarı 2000-3000. Ağlımıza ilk öncəli ekvatorial iqlim qurşağı gəlir. Çünki ekvatorial iqlim qurşağına bu qədər yağıntı düşür. Və illik buxarlanmanın qabiliyyəti 1200-1800-dür. Biz rütubətlik əmsalının üstünü bura qeyd etdikdə, rütubətlik əmsalı bərabərdir yağıntı bölünsün buxarlanmaya. Əgər ki, yağıntı 2000-3000 metrdirsə, ki, buxarlanma da onsuz da 1200-dür və burada biz rütubətlənmə əmsalını vahiddən böyük alırıq. Vahidə bərabər yox, vahiddən böyük alırıq. Və demişik ki, rütubətlənmə əmsalı əgər bir ərazidə vahiddən böyükdürsə, bu zaman ifrat rütubətlənmiş ərazi hesab olunur. Çay şəbəkəsi həmin ərazidə sıx olur və ekvatorial iqlim qurşağı Amazon ovalığına uyğun gəlir. Bəli, 1, 3, 4. Burada yüksək təzyiq yox, alçaq təzyiq formalaşır. Ona görə 46-da doğru cavab Y variantıdır. Eyler-Benn diaqramına əsasən uyğunluğu müəyyən edin deyir. Aralıq dəniz iqlim tipi və subtropik iqlim qurşağının musson tipi. Belə ki, sakit və Atlantik okeanlarının sahillərində rast gəlinir. Belə ki, bu hər ikisinə aid oxşar cəhətdə olacaq. Deməli, 3-ə mən yazmalıyam A-mı. Deyir, isti və quraq yayda deyir. İsti və quraq yay. Mülayim və rütubətli qış. Söhbət artıq Aralıq dənizindən gedir. Çünki Aralıq dənizinin yağıntıları qışda düşür. Bura gedir B. İsti və yağıntılı yay. Demişik ki, musson iqlimin yağıntısı düşür yayda. Deməli, bura C gedir. Azərbaycan ərazisində bilirik ki, Aralıq dəniz iqlim tipi formalaşır. Ona görə 1-ə B-D və 1-ə B-D olan variant sadəcə A-dır. İl boyu yağıntılı, qışın mülayim, yayın isə isti keçməsi ilə, yəni bunların heç birinin yağıntısı il boyu deyil. Çünki Aralıq dənizində qışda, mussonda isə sadəcə yağıntılar yayda düşür. Cədvələ əsasən doğru sıraları deyir, müəyyən edin. Aha, Murray. Murray bilirik ki, Avstraliya materikində yerləşir və onun əsas qidalanması yağış və yeraltı sulara görədir və gəmiçilik üçün əhəmiyyətli çay hesab olunur. Bir düzdür, bir olmayan variantları çıxırsınız. Oranj düzdür, transsərhəd çaydır. Amma onun üzərində Nasir su anbarı yoxdur. Çünki Nasir su anbarı Nil çayı üzərində formalaşıb, dəfələrlə demişik. Ona görə 2 yanlışdır. Əgər 2 də yanlışdırsa, bizim üçün doğru cavab qalır A. Amma yenə də baxaq. Orinoco hövzəsində yay aylarında bol yağıntı düşür. Çünki şimal subekvatorialda yerləşir və yağıntılar bəli var. Və qolu üzərində dünyanın ən hündür şəlaləsi var. Bəli, onun qolu Çurun qoludur və onun üzərində Anhel, dünyanın ən böyük Anhel şəlaləsi yerləşir. Ona görə 3-ü də mən götürməliyəm. 3-ü də götürürəm. Volqa düzdür, üzərində kaskad var. Biz bunu keçən dərs demişdik. Sadəcə Qara dənizə tökülərək deyir. İri delta formalaşdırır, düzdür. Amma Qara dənizə yox, Xəzər dənizinə tökülür. Ona görə 4 yanlışdır. Xanxədə Şərqi Çin yox, Sarı dənizə tökülür. Ona görə 5 yanlışdır. Amma 6 düzdür. Həqiqi sahəsi 7,7 milyon olan Avstraliya materikinin xəritədəki sahəsi 30,8-dir. Miqyası tapın deyir. Bilirik ki, həqiqi sahə düsturumuz bərabərdir. Miqyas vurulsun, miqyasın kvadratı vurulsun xəritədəki sahəyə. Biz əgər burada miqyası tapmaq istəyiriksə, kök altında həqiqi sahəni xəritədəki sahəyə bölmək tələb olunur. Və 7,7-ni kök altında 30,8-ə böldükdə, bu eləyir kök altında 250.000. Və təbii ki, bundan kök çıxır 500. 500-ün də yanına 5 dənə 0 yazdıqda eləyir doğru cavab C variantı. 50. Deyir, cədvələ əsasən doğru sıraları müəyyən edin. Plus yazılanlar aid olanlar, mənfi işarəsi, yəni olanlar isə aid olmayanlardır. Deyir, fəal seismik zonada yerləşir.
Qafqaz fəal seysmik zonada yerləşir. And bilirik ki, fəal seysmik zonada yerləşir. Skandinaviya isə seysmik qurşaqdan kənarda yerləşir. Ona görə mən biri götürməliyəm. Yəni altına mənfi yazıb düzdür. Hər ikisi müsbətdir. Yəni geosinkronda yerləşir. Skandinaviya isə mənfidir, çünki platformada yerləşir. Ona görə biri mən götürməliyəm və bir olmayan variantlarımı çıxmalıyam. Daha sonra deməli, Kaledon dağ əmələ gəlmə mərhələsində yaranıb. Ant Kaledonda necə yaransın? Deyir, Ant Kaledonda yaranıb. Kordilyerdə yaranıb və cavan dağ hesab olunur. Yəni bu yanlışdır ki, ikinci variantlardan çıxmalısınız. İkinci də çıxanda doğru cavab qalır 80-də B variantı, 80-də də 50-də B variantı. Ən hündür zirvəsi deyir 6000-dən yüksəkdir. Bu bəli. Çünki deyir ki, Qafqazda 6000-dən yüksək deyil, deyir, mənfi qoyub, düz deyir. Çünki onun hündürlüyü 5642-də Elbrus. Antda plus qoyub, çünki 6960 metr Akonkaguadır, düzdür. Skandinaviyada isə 2469 qalxa pikkindir, yəni nəticə etibarilə 6000-dən aşağıdır, düz deyir. Fəaliyyətdə olan vulkanlara rast gəlinir, Qafqazda bəli deyir, Qafqazda bəli, xeyr. Bu yanlışdır, çünki burada Ant dağlarında fəaliyyətdə olan vulkanlar var. Lülyayako, San Pedro və s. 4 səhvdir Qafqaza görə. Qədim faylı dağlardır deyir. Qafqaz üçün deyir ki, yanlışdır, faylı dağ deyil. Ant üçün deyir, faylı dağ deyil. Amma Skandinaviya üçün deyir ki, faylı dağdır, düzdür. Amma bunların heç biri mezozoy yaşlı deyil. Ona görə doğru cavab B variantıdır. 21 mart tarixində Buenos Aires şəhərində günorta vaxtı cisimlərin kölgəsi hansı istiqamətdə düşər? Biz bilirik ki, günəşin düşdüyü istiqamətlə kölgənin formalaşdığı istiqamət azimut bir-birinə əks olur. Əgər şimaldadsa, kölgə özünü göstərir cənubda və yaxud da bunun əksinə. Və 21 mart tarixində günəş bilirik ki, ekvator üzərində zenitdə olur və Buenos Aires şəhəri 35 dərəcə cənub enliyində yerləşir. Günəş zenitdədir burada. Günəşin zenitdə olduğu yer buradır və Buenos Aires şəhəri buradadır. Deməli, özündən şimalda formalaşır. Amma mən dedim ki, Buenos Airesin üzərindən şimalda formalaşır onun kölgəsi. Amma mən dedim ki, günəşin düşdüyü istiqamətlə kölgənin düşdüyü istiqamət azimut bir-birinə əks olur. Deməli, əgər şimal istiqamətindədirsə, kölgəsi hansı istiqamətə düşəcək? Cənub istiqamətinə. Ona görə doğru cavab olacaq C variantı. Xəzər dənizinə aid olmayan əlamət. Demişik ki, ən uzun sahil xətti Qazaxıstana məxsusdur, bəli. Tetis okeanının qalığıdır, bəli. Xəzər, Aral, Aralıq və Qara. Dənizə Atlantik, Arktik, mülayim və tropik hava kütlələri daxil olduğuna görə onun temperaturunun və duzluluğunun qeyri-bərabər paylanmasına səbəb olur, bu da bəli. Səviyyəsi sabit deyil, dövrü olaraq dəyişir, bəli. Yəni ötən illərdə -28 olub, sonra -27 olub, hətta qalxıb, enib. Yəni bu sabit deyil, qeyri-sabitdir onun səviyyəsi. D-ni də selirik. Qərb sahili boyunca axınlar cənubdan şimala doğru hərəkət edir. Burada qərb yox, şərq yazılmalıydı. Ona görə Y variantı yanlışdır. Bilirik ki, Xəzər dənizində Volqa çayının təsiri ilə sualtı axınlar formalaşır sahil boyunca və onlar saat əqrəbinin əksi istiqamətində hərəkət edirlər. Bu zaman şimaldan cənuba doğru hərəkət etməlidirlər. Yəni cənubdan şimala doğru hərəkət edən zaman qərb sahili yox, şərq sahili yazılmalıydı. Ona görə doğru cavab Y variantıdır. A və B məntəqələri 60 dərəcə cənub enliyində yerləşirlər. A məntəqəsinin coğrafi uzunluğu 165-dir. B məntəqəsinin coğrafi uzunluğu 135-dir. Yəni bunlar Qrinviçdən çox uzaq olduqlarına görə mən bunu 180 dərəcəlik meridiandan hesablayacağım. Bura 180 dərəcəlik meridiandır. Burada verib 165 şərq uzunluğu. Burada verib 135 qərb uzunluğu. Mən bunların arasındakı fərqi tapa bilərəm. 165-dən 180-ə kimi 15 dərəcə fərq var. 55-dən 135-ə kimi isə 45 dərəcə fərq var. Mən bunları toplayıram, eləyir 60. Və sənə şərtdə deyib ki, 60 dərəcəlik paraleldə 1 dərəcəlik qövsün uzunluğu 55,8-dir. Neyəcəm? 50-ni vuracam. 50 deyil, bu 60-dır. 60-ı vuracam. Neçəyə? 55,8-ə.
Bu eləyəcək neçə? 3348. 3348 eləyəcək. Miqyası 1 bölünsün. Deməli, 15 milyon olan xəritədə onlar arasındakı ən qısa məsafə 22,5 olarsa. Deməli, deyir ki, miqyasdan 5-dən 0 silirik. Deməli, əgər 1 santimetrdə 150 miqyasdan 5-dən 0 silirik, yaxı 150 kilometrdirsə, yaxşı 25 santimetr 22,5 santimetrə nə qədər düşər? X. Təbii ki, mən buradan x almaq üçün onları çarpaz şəkildə vurmalıyam. Və çarpaz vurduqda bunu alıram 3375. Bu alır 3375. Digəri isə olmuşdu 3348. İndi şərtə baxıram. Deyir ki, təhrifin neçə kilometr olduğunu hesablayın. Təbii ki, nə edəcəm? 3375-dən çıxacam 3348-i eləyəcək 27. Doğru cavab 27 kilometr olmalıydı. Növbəti test tapşırığına baxıram. Deyir ki, çay yatağının en sahəsi dəfələrlə işləmişik bundan ki, Q bərabərdir, F vurulsun V-yə. Səndən elə su sərfini soruşur. Yəni Q bərabər olacaq. Çayın en kəsiyinin sahəsi 60-dır. Axın sürəti isə 12-yə bərabərdir. Təbii ki, mən su sərfini tapmaq üçün onları çarpaz şəkildə bir-birinə vurmalıyam. 12-ni 6-ya vuranda 72 edir. Yanına bir dənə 0 yazanda 720-dir. Yəni doğru cavab burada eləməlidir. 720. Sahilləri Atlantik okeanının suları ilə yuyulan burunları qeyd etməyimizi istəyir. Belə ki, Galinas Cənubi Amerikanın şimal ucqar nöqtəsi hesab olunur və bəli, Atlantik okeanının suları ilə yuyulur. Ona görə biri götürməliyəm. Murchison burnu Şimali Amerikanın şimal ucqar nöqtəsidir və şimal buzlu okeanının təsirinə məruz qalır. Ona görə ki, yanlışdır. Bensekka Afrikanın şimal ucqar nöqtəsidir və Aralıq dənizinin sahillərində yerləşir. Aralıq da Atlantik okeanına aid olduğuna görə deməli 3 də doğrudur. Hələ ki, 1-i götürmüşük və 3-ü götürmüşük. Bir də 6-nı götürməliyik. Çünki Cabo Branco yerləşir, deməli, Afrika nədir? Cənubi Amerikanın şərq ucqar nöqtəsidir və Cabo Branco da Atlantik okeanı sahilində yerləşir, Braziliyada yerləşdiyinə görə. Ona görə 1, 3, 6 cavab olacaq. 56. Deyir, doğru sıraları müəyyən edin. Materik mənşəli adalar, vulkanik mənşəli adalar və mərcan mənşəli adalar. Deməli, materik mənşəli adalardan Şri Lanka düzdür. Vulkanik mənşəli adalardan havayı qeyd edib düzdür. Mərcan mənşəli adalar da Maldiv qeyd edib düzdür. Maldivdir, Seyşeldir, Bahamdır. Bunları qeyd etmək olar. Böyük Sədrifidir. Biri mən götürürəm, orada heç bir yanlış yoxdur. 2-də Qrenlandiya materik mənşəli olsa da Tasmaniya vulkanik mənşəli deyil. Ona görə 2 yanlışdır. Kalimantan materik mənşəlidir. Vulkan mənşəli adalardan Kurili qeyd etmək olar və mərcan mənşəli adalardan Böyük Sədrifini mən qeyd edə bilərəm. Düzdür. 4-ə baxdıqda 4-də İslandiya vulkanik mənşəlidir. Həmçinin Madagaskar materik mənşəlidir. Ona görə 4 yanlışdır. Və yenə 5-ə baxıram. 5-də Azor ən azından məşhurdur və Azor deyirik ki, vulkanik mənşəlidir. Yəni ona görə 5-də yanlışdır. Doğru cavab sadəcə 1, 3-dür. 27-də iqlim tiplərini verib bizə, daha doğrusu iqlim yarım tiplərini. Və deyir, qışı soyuq, yayı isti quraq keçən yarım səhra quru çöl iqlimi. Bu bilirik ki, Naxçıvanın Arazboyu düzənliklərinə aiddir. Qışı soyuq keçən yarım səhra quru çöl iqlimi. Naxçıvanın Arazboyu düzənliklərində də kontinental iqlim şəraiti formalaşır. Yəni sadəcə burada görürük ki, Naxçıvanın Arazboyu düzənliklərinin sadəcə böyük düz var. Yəni birə sadəcə A-nı qeyd etməliyik. Qışı quraq keçən mülayim isti iqlim. Bilirik ki, qışı quraq keçən mülayim isti iqlimin yağıntıları yayda düşür və qışı quraq keçən mülayim isti iqlim burada sadəcə Qanı-Xayri çayda var, 2-yə Y. Qışı quraq keçən soyuq iqlim. Bu da sadəcə Böyük Qafqazın şimal-şərq yamacındadır. Böyük Qafqazın şimal-şərq yamacında da burada bir dənə yan silsiləni qeyd ediblər.
Belə ki, Ceyrançöl. Ceyrançöl qışın mülayim keçən yarımsəhra quru çöl iqlimində yerləşir. Lənkəran isə yayı quraq keçən mülayim isti iqlimdə yerləşir ki, yağıntıları qışda düşür. Ona görə C və D heç birinə aid olmayacaq. Gələk oxuyaq bizə təqdim olan situasiyanı. Səyyah coğrafi koordinatları 40 şimal enliyi və 9 qərb uzunluğu. Deməli 40 şimal enliyindədir və 9 qərb uzunluğundadır ki, Figueira da Foz adlı liman şəhərindən yaxta ilə qərb istiqamətində hərəkətə başlayıb. O, hərəkət zamanı Orta Okean silsilələri, deməli Atlantik okeanından söhbət gedir. Atlantik okeanın sahilində olan bir yarımadadan başlayıb. Çünki Orta Okean dağ silsilələri Atlantik okeanına düşür ki, o zaman vulkanik adaları müşahidə edib, onların yaxınından keçib. Səyyah müəyyən zamandan sonra eyni enlikdə, yəni hələ də 40 şimal enliyindədir. Sadəcə uzunluğunu dəyişir. Qərbi doğru istiqamət ilə götürmüşdür axı. 9 qərb uzunluğundan gedib 74 qərb uzunluğuna. Və gəlib kiçik Lakewood şəhərinə çatıb. Və daha sonra o buradan quru yolla qərbə doğru hərəkət edib və qərbə doğru hərəkətini davam etdirərək görüb ki, qədim dağlara qarşılaşıb. Yəni artıq mən söhbətin Appalaç dağlarından getdiyini bilirəm. Deməli Pireneya yarımadasından çıxıb qərbə doğru istiqamətini götürüb, Pireneya yarımadasından qərbə doğru getdikdə Orta Okean dağ silsilələrində yerləşən vulkanik adaları görüb. Yəni Azor kimi, Bermud adaları kimi adaları görüb. Gedib Şimali Amerika materikinə. İndi baxaq görək nə deyir. Deyir səyyahın hərəkətə başladığı yarımada. Dedik səyyahın başladığı yarımada Pireneya idi. Yaxınlığından keçdiyi ada. Yaxınlığından keçdiyi ada dedik Azorla Bermuddur. Çatdığı materik yazan Lakewood şəhərinin yerləşdiyi materik yazan Şimali Amerika. 58-də doğru cavab belədir. 59-da deyir səyyahın hərəkətə başladığı yarımadadakı iqlim. Bilirik ki, Pireneya yarımadasında subtropik iqlim qurşağın Aralıq dəniz iqlim yarım vilayətidir. Və çatdığı yerdəki qədim dağı yazan. Bilirik ki, Şimali Amerika materikində bir dənə qədim dağ var. O da Appalaçdır. Zirvəsi Mitchell'dir. 2037 metr hündürlüyü var. 60-da isə səyyahın Lakewood'a qədər hərəkət etdiyi yolun uzunluğu. Bu şəhər ilə Figueira da Foz şəhəri arasındakı yerli vaxt fərqini hesablayın. Deməli, biri 74 qərb uzunluğunda yerləşirdi, biri 9 qərb uzunluğunda yerləşirdi. Məntəqələr hər ikisi də birinci mən nəyi tapmağımı istəyir? Səyyahın Lakewood'a qədər hərəkət etdiyi yolun uzunluğu. Deməli, mən nə edəcəm? 40 şimal enliyində yerləşirdi. Bunu bura mütləq deməliyik. Çünki 40 şimal enliyində uzunluğu tapan zaman 85.4-ə vurmaq lazımdır. Deməli, məntəqəm yerləşir mənim 40 şimal enliyində. Və 9 qərb uzunluğunda, bir də 74 qərb uzunluğunda. Deməli, 40 şimal enliyində və məntəqələrin ikisi də qərb yarımkürəsində yerləşdiyini görə 74-dən çıxıram 9-u. Neçə eləyir? Eləmir, 65 eləyir. 65-i vuracam neçəyə? Həqiqi məsafəni tapmaq üçün ki, baxım nə qədər kilometr məsafə qət edib. 65-i daha doğrusu vuracam 85,4-ə. Bu eləyəcək 5551 eləyəcək. Və onlar arasındakı yerli vaxt fərqini tapmağımızı istəyir. Təbii ki, yerli vaxt fərqini necə taparam? Bunların arasında dərəcə fərqi neçə dərəcədir? 65 dərəcə. Əgər 1 dərəcəyə 4 dəqiqə dəyişirsə, 65 dərəcəyə nə qədər dəyişəcək? X. Bu zaman 64-ü 4-ə vururuq, eləyir 200, x bərabər edir 260 dəqiqəyə. 260 dəqiqəni də biz saata çevirəndə, deməli, eləyir 4 saat 240 dəqiqə eləyir, 20 dəqiqədə artıq qalır. 4 saat 20 dəqiqə. Doğru cavab belə olmalıydı.